Gəlin biraz düz danışaq. Bizə sual verəndə ki, nə istəyirsən, hamı demək olar ki, eyni cavab verir. Pul istəyirəm, rahat həyat, uğurlu olmaq. Amma görürsən ki, insanların dediyi ilə yaşadığı həyat eyni deyil. Çünki insan dediyi kimi yox, etdiyi kimi yaşayır. Elə məsələ də tam burada başlayır. Bu düşüncə Azərbaycandan da uzaq deyil əslində. Məsələn, çox adam deyir ki, uğurlu olum, amma günün böyük hissəsi ya telefonda keçir, ya da başqalarının həyatına baxmaqla. Yəni istək var kimi görünür, amma vaxt başqa şeylərə sərf olunur. Əslində burada bir paradoks var. İnsan həm böyük nəticə istəyir, həm də rahatçılığını pozmaq istəmir. Yəni bizim dildə desək, isti yerini soyuq eləmək istəmir. Amma bu ikisi çox vaxt bir yerdə olmur. Hamı yaxşı yaşamaq istəyir, amma dəyişmək, narahat olmaq hər kəsin risk ala biləcəyi bir şey deyil. Misal üçün biri deyir ki, öz biznesimi qurum, amma stabil maaşını buraxmaq istəmir. Başqası deyir özümü inkişaf etdirim, amma hər gün eyni rejimdə qalır. Yəni insanın içində iki istək var. İnkişaf etmək və rahat qalmaq. Beyin də həmişə rahat olan tərəfi seçir. Hələ bu Azərbaycan beynidirsə, rahatçılıqdan qaçış yoxdur. Niyə rahatçılıq seçilir? Çünki dəyişmək risk tələb edir. Sabah başlayaram demək bu tənbəllik deyil, bu insanın özünü qoruma mexanizmidir. Çünki yeni bir şeyə başlasan, uğursuz ola bilərsən, tənqid oluna bilərsən, ətrafdan dəstək görməyə bilərsən. Ona görə də insan beynində belə bir mexanizm yaranır. İndi yox, sonra. Və o sonra heç vaxt, amma heç vaxt gəlmir. Bir də başqa bir tərəf var. İnsanlar çox vaxt başqasının həyatını izləməyi sevir. Sosial mediada saatlarla vaxt keçirir ki, görüm kim nə edir, kim hara gedir, kim nə alıb. Amma baxan insan bir anlıq özünü o həyatın içində hiss edir. Amma realda heç nə dəyişmir. Bu da insan beyninin bir oyunu kimidir. Nəsə hiss verir, amma realda sıfır. Ona görə də insan baxmağa davam edir, amma hərəkət etmir. Pul mövzusu da eynidir. Tez-tez eşidirsən ki, pul yoxdur, vəziyyət çətindir, dolanışıq pisdir. Amma eyni zamanda baxırsan ki, restoranlar doludur, yeni telefonlar alınır, istirahətlər edilir. Bu da o deməkdir ki, insanlar istədiyi ilə etdiyi arasındakı fərqi bilmirlər və ya bilmək istəmirlər. Çünki insan pulun gətirdiyi nəticəni istəyir. Bir də deyirəm, insan pulun gətirdiyi nəticəni istəyir. Başa düşməyin üçün bir misal çəkim. A nöqtəsi və B nöqtəsi düşün. Sən A nöqtəsində indi olduğun vəziyyətdəsən. B nöqtəsində isə məsələn, sənin Amerikaya getmək istəyin olsun. Sən sadəcə B nöqtəni, yəni Amerikada olduğunu, Los Angeles küçələrində gəzdiyini, Venice Beach-də kokteyl içərək istirahət etdiyini xəyal edirsən və bu B nöqtəsinə çatmaq üçün içində motivasiya yaradırsan. Sonra addım atırsan və bam! Görürsən ki, ortada düz yol yoxdur. Və bu yolda səni nə gözləyir? Yuxusuz gecələr, xarici pasport, son 10 ildə giriş-çıxış möhürləri, iş yerindən arayış, bank çıxarışı, mülkiyyət sənədləri, ailə vəziyyəti, səyahət planı və Amerikanın sənin viza müraciətini imtina etməsi ehtimalı. Bəs sən Santa Monica Pierdən selfie çəkmirdin? Əsl oyun da tam burada başlayır. Çünki sən yola çıxmamış içində olacaq deyə ümidlər, motivasiyalar, xəyallar yaratmısan. Bunlar yaxşı şeydir, əslində olmalıdır. Amma paralel olaraq da realizmi də unutmamaq lazımdır. Sən o yolun başında motivasiya ilə gözləyəndə heç bir Amerikalı səni tapıb deməyəcək. Bro, I know you really want to come America, so I help you. Sosial mediada Amerikaya gedən insanları görəndə, onlar Amerika vizası alanda sən də xəyalların vizasını alırsan. Çünki sən nəticəni sevdin, yolu yox. Bu misalı niyə çəkdim? Çünki biz həmişə nə istəyirik sualını veririk. Amma əslində daha düzgün sual nə istəyirik yox, biz nəyə dözə bilirik olmalıdır. Çünki istək ucuzdur, amma dözümlülük bahadır. Dözmək deyəndə söhbət çətinliyə, qeyri-müəyyənliyə, gec nəticəyə dözməkdən gedir. Verdiyim misala geri dönsək, Amerikaya getmək üçün sən uzun müddət qeyri-müəyyən vəziyyətdə qalacaqsan. Bəzən alınmayacaq, bəzən nəyisə səhv edəcəksən, bəzən də heç kim sənə inanmayacaq. Sual isə budur, sən buna hazırsanmı? Burada da ən sərt həqiqət budur ki, insan çox vaxt nə istədiyini dəqiq bilmir. O sadəcə gördüyünü, ətrafında kim nə edirsə onu istəyir. Ən çox da sosial mediada. Amma bu istəklər çox vaxt insanın öz istəyi olmur. Bu sadəcə ətrafdakı və sosial mediadakı saxta həyatın təsiridir. Ona görə də insan bir müddət o istəyi öz içində daşıyır, bir-iki balaca addım atır, qarşısında maneələrin olduğunu görür, sonra bezir o işi yarımçıq qoyur və başqa istəklərə keçir. Problem isə istəklərdə deyil,
İnsan istədiyini dəyişə bilər, bu normaldır. Problem odur ki, insan özünə qarşı dürüst olmur. Mən uğurlu olmaq istəyirəm deyir, amma əslində o uğurun gətirdiyi rahatçılığı istəyir. Mən dəyişmək istəyirəm deyir, amma stabil maaşlı işdən çıxmağa qorxur. Və bu uyğunsuzluq insanı yorur. Çünki bir tərəfdən özünü böyük şeylərə layiq görür, digər tərəfdən isə o yoldan getmək istəmir. Çünki o yol risk tələb edir, nələrsə fəda etməyi tələb edir. İndi əsas məsələyə keçək. Biz niyə nə istədiyimizi bilmirik? Çünki biz çox vaxt seçim etməmişik. Sadəcə axınına buraxmışıq. Məktəb, universitet, iş, hamısı bir xətt üzrə gedir və insan bu yolun içində gedəndə düşünür ki, bu onun öz seçimləridir. Amma əslində o sadəcə uyğunlaşıb. Problem də ondadır ki, insan hər şeyə uyğunlaşaraq özünü itirir və bir gün gəlir, dayanır və deyir ki, mən nə edirəm? Bu sual çox insanlara gec gəlir. Bəzilərinə isə heç ümumiyyətlə gəlmir. Çünki o vaxta qədər insan artıq çox şeyi vərdişə çevirib. Vərdiş isə dəyişməsi ən çətin olan şeydir. Burada isə bir çıxış yolu var. Amma çox adam bunu qəbul etmək istəmir. Elə siz düşündüyünüz kimi böyük dəyişiklik deyil. Çıxış yolu kiçik qərarlardır. Çox adam böyük başlamaq istəyir. Birdən dəyişəcəm, birdən başlayacağam. Sabahdan yeni həyat, yeni səhifə. Yox. Bu işləmir. Həqiqətən işləmir. Çünki insan sistemi buna hazır deyil. İnsan kiçik dəyişikliklə böyüyür. Məsələn, sən deyirsən ki, həyatımı dəyişəcəm. Buna görə də ingilis dilini öyrənməyə başlayırsan. Amma bunu necə edirsən? Bir gündə 5 saat dil öyrənirsən. Yeni plan qurursan, hər şeyi dəyişirsən, analiz edirsən. 3 gün keçir və o dəyişiklik bitir. Niyə? Çünki bu sənin real həyatına uyğun deyil. Bir işlə məşğul olmaq üçün motivasiya bəs eləmir. Əgər sən gündə 20 dəqiqə dil öyrənsən, bax bu artıq dəyişiklik olar. Problem ondadır ki, bu yavaş görsənir. Gündə 20 dəqiqə ilə nə dəyişəcək deyirsən? Çünki insan tez nəticə istəyir. İndi isə biraz daha konkret danışaq. Sən həqiqətən nə istədiyini bilmək istəyirsənsə, bunu tapmağın yolu var. Və bu uzun hekayə, psixoloqlara getmək, kurslar almaq, motivasiya videolarına baxmaq deyil. Sadəcə özünə qarşı səmimi olmaq lazımdır. Özünə bir sual ver. Mən nəyə görə vaxt sərf edirəm? Çünki insan vaxtını nəyə verirsə, əslində onu istəyir. Sən deyə bilərsən ki, mən pul istəyirəm, amma bütün vaxtın əyləncəyə gedirsə, deməli sən rahatlığı seçmisən. İkinci addım, özünə bax. Nədən qaçırsan? Çünki insan çox vaxt nə istədiyini yox, nədən qaçdığını daha yaxşı bilir. Sən nədən qaçırsansa, çox vaxt inkişafın elə ordadır. Məsələn, kimisə tənqid etmək asandır, amma özünü inkişaf etdirmək çətindir. Sən özünü inkişaf etdirsən, bəlkə də sənin həyatın dəyişər, amma sən tənqid etməyi seçirsən. Çünki o daha asandır. Ona görə də insan çox vaxt asan olanı seçir. Üçüncü addım mühit. Mühit sən düşündüyündən də daha çox şeyə təsir edir. Ətrafın nə edirsə, sən də ona uyğunlaşmağa meylli olursan. Əgər ətrafın passivdirsə, sən də passiv olacaqsan. Əgər ətrafın divijeniyadadırsa, sən də hərəkətdə olacaqsan. Bunu isə nəzərə alan çox az insan var. Dördüncü addım qərar vermək. İnsanların çoxu qərar vermir, sadəcə variantları saxlayır. Bunu da eləyə bilərəm, onu da eləyə bilərəm, bunu belə eləyim, bunu oradan gətirim, bunu oraya qoyum, amma qərar o deməkdir ki, bir şeyi seçirsən və digərlərindən imtina edirsən. Bu isə çətindir. Çünki insan hər şeyi istəyir, amma həyat belə işləmir. Əgər sən nə istədiyini bilmək istəyirsənsə, bunu düşünməklə yox, etməklə tapacaqsan. Çox adam düşünür, plan qurur, analiz edir, sonra nə olur? O plan, o ideya tozlu rəfdə qalır. Halbuki insan hərəkət etdikcə anlayır ki, bu iş mənlikdir ya yox. Yəni oturub düşünməklə, plan qurmaqla bunu heç vaxt tapa bilməyəcəksən. Sonda isə məsələ çox sadə bir yerə gəlir. Biz əslində çox vaxt böyük şeylər istəmirik. Biz sadəcə özümüzü yaxşı hiss etmək istəyirik, rahat olmaq istəyirik. Və bu normaldır, amma əgər sən doğrudan da dəyişmək istəyirsənsə, onda bu rahatçılıqdan imtina etməlisən. Yəni bizim dildə desək, isti yerindən qalx. Yəni budur da qardaş. Nəyisə sahib olmaq üçün nəyisə itirməlisən. Bir işdə işləmək istəyirsənsə, dostlarınla saatlarla bir yerdə vaxt keçirməkdən imtina etməlisən. Evlənirsənsə, yalnız yaşamaqdan, bəzi xəyallarından imtina etməlisən. Xarici dil öyrənəcəksən, telefonda boş-boş şeylərə baxmaqdan imtina etməlisən. Bunların heç biri bir yerdə olmur. Olsa da ömrü çox az olur. Burada çıxış yolu möcüzə gözləmək deyil. Çıxış yolu özünə yalan danışma. Balaca addımlarla başla. Davam et və etdiyinə bax, nə dediyinə yox. Davam elədikcə özünü analiz et. Çünki sənin kim olduğunu sənin sözlərin yox,
gündəlik davranışların müəyyən edir. Və sonda bir sual ilə məncə bu videonu yekunlaşdıraq. Çünki çox danışdım həqiqətən. Sən dəyişməkmi istəyirsən, yoxsa dəyişmiş kimi görünməkmi? Əgər cavabın birincidirsə, o zaman kanala xoş gəldin. Növbəti videoda görüşənədək hələlik.